Güclü külək 2 nəfəri xəstəxanalıq elədi. Gündəm xəbərin efirində 27 iyul tarixidir və məlumatımız isə belədir. Məlum olduğu kimi bir neçə gün ərzində məhz küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq vermişdi və fəsadları ilə bağlı bir xəbərimiz olacaq. Belə ki, küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yönləndirilib. Bu barədə Səhiyyə Nazirliyi məlumat verib. Məlumatda bildirilir ki, güclü küləyin nəticəsində aşan ağacın altında qalan 27 noyabr 1961-ci il təvəllüdlü qadın və 20 oktyabr 1998-ci il təvəllüdlü kişi Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub. Aparılan müayinələr nəticəsində qadın pasiyentə sağ mi sümüyünün distal ucunun oynaq daxili sınığı diaqnozu qoyulub və həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib və sınıq gips langetlə fiksasiya olunub. Digər pasiyentə isə sol pəncənin 3-cü barmağının kəsilmiş yarası diaqnozu müəyyən edilib və yara birincili işlənib və qeyd edək ki, sarğı qoyulub. Pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Onlara ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib. Vətəndaşlara küləkli hava şəraitində iri ağacların, köhnə tikililərin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında dayanmamaq, zərurət olmadıqda isə açıq havada uzun müddət qalmamaq tövsiyə olunur və sonda bu tövsiyəni yenidən diqqətinizə çatdırmağı özümüzə borc bilirik.